Masazır qəsəbəsi sakinlərinin isə problemi işıqdandır. Qəsəbənin Qaçaq Nəbi küçəsində hava bir balaca qaralan kimi işıqlarda zülmətə çəkilir. Təbii ki, bu da sakinlərin ciddi narazılığına səbəb olur. Araşdırma zamanı isə məlum olub ki, heç demə, sakinlərin işıqsız qalmasına səbəb elə onların özləridir. Necəsinə reportajdan biləcəksiniz. Masazır qəsəbəsi Qaçaq Nəbi ünvanının sakinləri deyir, yaxşı ki gün uzanıb, yoxsa axşam düşən kimi gecənin qaranlığı çökür evə. Bu isə təsadüfi deyil. İddia edirlər ki, hər axşam bu ünvanda işıqlar söndürülür. Belə olan halda məcbur olub şam yandırırlar. Hər gün şam almaqdan bezara gələnlər işıq sayğacının yazdığı pulu da ödədiklərini deyirlər. 45 il zəhmət çəkib külük vurmuşam. İndi Allah bir işığı versinlər, uça-uça orada baxa bilirsin. İşıq məsələsi nəyə görə belə bir problemə çönsün axı? Bax, bu şəhər böyrüdür, bura uzaq bir yerdə ki. Yaşlı, qoca, cavan, uşaq bir sözlə hamı narahat edən bu məsələ ilə bağlı dəfələrlə işıq idarəsinə də müraciət ediblər. Amma onlara doğru düzgün bir cavab verən olmayıb. Nə də ki, şikayətlər edilməsinə baxmayaraq, problem bugünədək öz həllini tapmayıb. İşığımız hər gün sönür, gündəlik işığımız sönür. Ən ucqar, valla, Lerikin ən gerdə qalmış kəndi var, orada işıq yanır. Bizdə yoxdur. Bizdə su yoxdur, işıq yoxdur. Dərdimizi kimə deyə bilmirik. Çəkiliş apardığımız zaman qapılardakı işıq sayğaclarının üzərinə qoyulan borc xəbərdarlıqları da gözümüzdən yayınmadı. Bu isə bizi bir qədər düşündürməyə vadar etdi. Bəlkə sakinlər işığın pulunu vaxtında ödəmir deyə hər gün ona həsrət qalırlar. Buna aydınlıq gətirmək üçün Azərbaycan Aşıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Masazır qəsəbəsi Qaçaq Nəbi küçəsində yaşayan sakinlərin enerji təchizatında yaranmış fasilə onların istehlak etdiyi elektrik enerjisinin dəyərini ödəməməsi ilə bağlıdır. Eyni zamanda həmin ərazidə məskunlaşmış məcburi köçkünlərin əksəriyyəti də müəyyən edilmiş limitdən artıq enerji istifadə ediblər. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sakinlər tərəfindən ödəniş edilmədiyi üçün enerji təchizatı fərdi qaydada dayandırılmışdı. Buradan isə belə bir nəticəyə gəlmək olar ki, sakinlər ödənişlərini vaxtında etməlidirlər ki, işıqsız qalmasınlar.